Bismillah və elhamdülillah. Əssəlamu aleykum, əziz xalqım, əziz cəmaatımız, əziz millətimiz. Hər birinizi salamlayıram Allahın salamı ilə. Biz Elşad Miri haqqında danışmağa davam edirik. Danışmaqda da haqlıyıq, çünki adam 1400 ildir gələn Muhammed sallallahu aleyhi və səlləmin dinini, Quranı, Allahı və Muhammed sallallahu aleyhi və səlləmin özünü alçatmaqda bu insan davam edir. Rəbbimizə deyir ki, belə Allah mı olar? Allah belə şey əmr edibsə, o onda zalimdir və s. Peyğəmbər belə edibsə, o şərəfsizdir və ya Peyğəmbər belə şərəfsizlik etməz kimi sözləri deməkdə davam edir. Biz də öz dinimizi bunun kimi azğınların əlindən xilas etməkdə əlimizdən gələn heç bir şeyi əsirgəmirik. Bir kəlmə olsa da belə. Bacardığımızı da eləyəcəyik, çünki eləməliyik. Hər bir müsəlmanın üzərinə dinini qorumaq vacibdir. Lakin bunun müqabilində çıxıb bizə cavab verməkdən evdən kommentlər yazır bizim çıxışlarımızın, necə deyərlər, aşağısından, altından çıxışlar yazır. Deyir ki, mənə böhtan atırlar və ya Allaha böhtan atanların mənə böhtan atmasına təəccüblənməliyəmmi? Biz sənə heç bir böhtan atmırıq. Quran möcüzələri boş şeydir, uydurma nağıllardır deyən sənsən. Az öncə qeyd elədiyim o batıl kəlamları deyən sənsən. Narahat olmusan, narahat olmalısan. Bəli, çıxıb cavab verməlisən bütün müsəlmanlara. Müsəlmanların dinini təhqir eləyən sənsən, biz isə müdafiə eləyənik. Sənə heç bir böhtan atmırıq. Evdən belə şeyləri yazmaq evdar adamlar kimi düz gəlmir. Evdar adamlar kimi belə şeyləri yazmaq düz deyil. Söz vermişdin ki, tövbə edəcəm. Nisa surəsi 3-cü ayə, Nur surəsi 32-ci ayədə tövbə də etmədin. Biz də bilirik ki, sən Elşad Miri bizi izləyirsən. Sənin ətrafında olanlar, səni tərifləyənlər də bilsinlər ki, sən bizi izləyirsən, verdiyin sözləri də yerinə yetirmirsən. Lakin bu bizi həvəsdən salmaz. Öz dinimizi sənin kimi azğınların dilindən və əlindən xilas etməkdə bir kəlməni və kiçik bir əməli belə əsirgəməyəcəyik. Allah Teala sənin şərrindən qorusun bütün xalqımızı. Dəyərli xalqımız Rəbbimizi alçaldan, Peyğəmbərini təhqir eləyən, kitabına, naqis ağlına uyğun tərcümələr verən bu azğını tərk eləmək lazımdır. Bundan heç bir kəlmə də öyrənmək olmaz.